Buna qarşı qurulan oyunlardır. Xahiş edirəm Cahandar bəy buna fikir bildirsin. Mən hesab edirəm ki, Türkiyə hansısa dövlətlərin yaxınlaşmasıyla və uzaqlaşmasıyla bugün siyasət aparmır. Türkiyə dövlət özünün dövlət maraqlarını hər zaman öndə götürərək bir siyasət aparır və təbii ki, dünyada baş verən proseslərin də bu və digər formada Türkiyənin içində baş verən dəyişkənliklər təsir olur. Deyək ki, İmamoğlu ilə bağlı olan məsələ 2 ay bundan qabaq da gündəmə gələ bilərdi. Çünki artıq dövlət qayıtlarında bu vardı. Bunun fəaliyyəti bilinirdi, nələr eləyib. Və bu 2 ay bundan sonra da ola bilərdi. Niyə məhz indi? Məhz indi sualına cavab verəndə təbii ki, Türkiyə dövlət olaraq dünyada gedən dəyişkənliklərlə Türkiyənin içərisində baş verəcək dəyişkənliklərin harmonik uzlaşmasını əsas götürüb bugün bu qərar atır. Təbii ki, qərarın bugün verilməsi təbii ki, dünyada olan dəyişkənliklərlə bağlı olsa da zaman kəsiyi anlamında. Amma bunun 2 ay gec, 2 ay tez olması Türkiyə dövlətinin özünün prinsiplərinə uyğundur. Türkiyə dövləti təbii ki, özünün Cumhurbaşqanını gələcəkdə hansısa kompromatlarla öndə olub dövlətin gələcək taleyinə böyük zərbə vurmasına imkan verə bilməzdi. Burada tək diplom məsələsi deyil, Zahir. Bilirsiniz ki, məsələ olduqca ciddi tərəfləri var. Türkiyə güvənliyinə böyük bir sorun yaranıb. Türkiyə bu güvənliyinə sorun yaranmış bir olayın içərisindən çıxmalıdır dövlət olaraq. Ona görə də bugün bu əslində qalanda biz hüquq müstəvisində olayı təsvir ediriksə, yargının güvəndiyimizi deyiriksə, hər kəs narahat olmasın. Yargı Türkiyədə kimisə şərriyə bilməz. Deyə bilməz ki, sənin deyək ki, bu əməllərin var, əməllərin arxasına hansısa faktlar dayanmasın. Faktlar dayanacaqsa, təbii ki, hər kəs qanun qarşısında cavab verməlidir. Yox, əgər onun hər hansı bir cinayəti və cinayət tərkibli əməlləri yoxdursa, bu təbii ki, dışarı çıxacaq. Niyə narahatdırlar? Dövlət üçün əhəmiyyətli olduğuna görə nədən bu olayın indi deşifr edilməsi təbii ki, ayrı bir sualdır və eyni zamanda sualın həm güvənlik, həm də siyasi tərəfləri də böyükdür. Hüquq dışında, hüquqdan kənar baxış götürdüyümüzdə biz Türkiyənin güvənliyinə və Türkiyədə baş verən siyasətlə də bu olayları müzakirə etsək, mənə elə gəlir ki, tam doğru və düzgün qərar vermiş olarıq.